Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borclu olacaq. Unikal xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işə götürən əsas vəzifəsi hesab ediləcək. İşə götürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borclu olacaq. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarix-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarix-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işə götürən tərəfindən müəyyən ediləcək.